Yerli yersiz istifadə edirlər. Yerli yersiz çox bəli. axmaqcasına yerlərdə istifadə edirlər və belə deyim, analiz edirsən ki, yəni bu elə yerlər var ki, dələduzlar ondan istifadə edir iminli o sektor üçün. Tamam Amma da yəni bu normal deyil mi? O sektorda istifadə edirlər. Bu normal değil mi? Əlbəttə normal deyil. Das war ein Befehl! Der Angriff Steiners war ein Befehl! Həmin o sektoru onu normallaşdırmaq istəyirlərsə, dələduz avtomatik olaraq daha asan metoda keçəcək. Tamam da, bunun üçün araşdırma şey var da. İnamı öldürürlər yəni. Yox, bax, gör nə deyirəm. Hər bir şey yenilik gəldikcə, o yeniliklər zaten həmişə öz fərqində yeni fərqlilik də gətiribdir. Bu bizə nəyə oxşuyur? Baxır sən nəyə necə istifadə edəcəyini. Əgər sən odur da yəni cinayətlə məşğulsansa, əlbəttə ki bu adam bundan istifadə edəcək. Əgər sən rəssamsansa, rəssam bundan istifadə edəcək. Marketoloqsan, eyni, ginekoloqsan, eyni. Yəni dizayner kimdir? Yəni dizayner əsas olaraq bir vizualda bədii və vizual psixologiyanı, ruhu yaradan insandır. Tamam da amma herkes məsəl üçün bir dəfə sənə müzakirə etdik, dedin ki, yəni AI ruh vermir. Əlbəttə ruhsuzdur. Tamam da, yəni Photoshop ruh mu verir? Ruhu verən bizik. Ruhu veren bizik. Aysal, tamam. Ruhu veren dizaynerdir. Aha. Tamam, razıyam. Ruhu veren dizaynerdir. Tamam. Aha. Eğer sen AI'da hemen promptu qeyd etdiyin zaman, yani onun unik səviyyə gətirənə qədər sen ona ruhunu qoymursan mı? Yəni. İnsan əməyindən gedir də yəni. Tamam, bax burada da İnsan əmək var. əməyi əsas ruhu qoyan insan əməyidir. Burada bilirsən, burada çox qarışıq bir şey var. Sən Photoshopda açdığın zaman hər hansı bir illüstrasiyanı, hətta belə deyək də, illüstratorda hər hansı bir illüstrasiyanı çəkdiyin zaman orada ruh olmur. Ona sən saatlarını, zamanını ayırırsan və olur. Tamam mı? Bu da onun kompozisiya kimidir. ilə və yaxud da ki, başqa bir metodlarla ruh yükləyirsən. Əlbəttə. Bax, bunda Ümumi AI olaraq deyilən. konseptuallıq yaradırsan orada. Bir konsepsiya işləyirsən üzərində. Tamam. Amma AI-da sən konsepsiyanı yazsan belə, natamam hərəkətlər alırsan, hal-hazırdakı vəziyyətdə belə ən yaxşı sonra 2 çıxdı da bu yaxınlarda, yəni bir neçə gündür. Yəni siz buna baxanda artıq bir neçə həftə olacaq. Sonra 2 çıxdı, yəni yenə də natamam hərəkətlər var. Amerika qanunlarında Copywriting Department'ın, yəni müəllif hüquqları agentliyi, yəni bizdə heç bir işə yaramasa da prosta var. Yəni bizdə müəllif hüquqları şeydir də. Mən bilmərəm, mən çox istəyirəm onlardan. Eləmə, mən səni dağıdaram. Səni belə eləyərəm deyə işləyirlər. Hamısı elə işləyir də, yəni. Zavoddan oğurlamır. Çünki müəllif hüquqları deyilən bir şey yoxdur. Bir zavodun hansı elementini başqa bir zavodun elementi çox yaxşı oğurlaya bilər. Niyə də oğurlamasın? Çünki müəllif hüquqları yoxdur. Məhkəməyə versə bir şey eləyə bilməz. Amma çerez onun bir tərəfinə çomaq soxa bilər. Güclü. O çomağı istəmirlər bizimkilər. Müəllif hüquqlarına girmir. Necə girmir? Promptu sən yaza bilərsən. Sən hər şeyi eləyə bilərsən, amma sənin işin 50% belə deyil. Sənin oradakı işin maksimum 20-30% hesab olunur və İnsan əməyinin çox az istifadə olunduğuna görə müəllif hüquqları ala bilmirsən o vizuala görə. Tamam. Harda? Belə bir şeylər var. Harda? Hə? Harda? O hansı ki də bilirsən də yaradıcılar orada haqqını Sən bir istəyir. sual verim sənə. Hı. Ha? Yəni səncə Azərbaycanda, heç Azərbaycan qoyaq da, məsəl üçün bir neçə ölkələrdə, yəni tanıdığım dizaynerlər var, hansı ki danışıram. Yəni səncə heç mi Behance-dan, Pinterest-dən girib bir şey kopyalamadı? Kopya ayrı şeydir. İmitasiya var, bir də ki plagiat dediyin də oradan gəlir də. Təəssürat alırsan da oradan bir Tamam, oradan aldığın təəssüratdır. AI-nin verdiyi şeydir, plagiatdır. Hə. Ya abi elə şey olmaz. Oradan əgər oradakı gördüyün şeyi birbaşa sən köçürsən, o plagiatdır. Bax. Tamam, belə deyil. Oradakı dəsti xətti kopyalasan, plagiatdır. Oradakı stili kopyalasan, plagiatdır. Sən plagiat eləmiş olursan. Dizaynerlərin 80% bu nedir? Tem orasıdır. Sən nəyə kopyaladın? Azərbaycanda yox, bütün dünyada 80% bu nedir? 20%lik bir hissə var ki, özgün bir şeylər yaradır. Və o 20%lik hissə də bu dəqiqə CIA agentlikləri ilə məhkəmələrdədir.
Biri utdu ya, xəbərin olsun yəni. Eşitdim var idi bu. 1,5 milyard dollar CIA qoydular. Müştəri dedi ki, bəs belə bir məhsul istəyirəm. Oxşat bunu. Baxdım bunu, dedim ha, qardaş. Müştəri də pulunu verir. Belə pısmasın. Oxşatmaq söhbəti çox maraqlıdır. Bax, onu deyirəm, imitasiya. Oxşatmaq imitasiya kimi bir şeydir. Plagiatdır mənim üçün bu. Nə imitasiyası falan. Konkret plagiatdır. Baxır necə oxşadırsan da, yəni. Təsəvvürünə gətir, düzəltdir. Rənglər, yazılar, yazı forması, stil zad hamısını eləyirsənsə. Deməli yox, biz burada necə elədik? Biz burada rəngləri qoruduq, biraz cüzi rəng fərqləri verdik. Amma onun üzərində başqa bir naxış vardı. Biz o naxışı tamamilə bir dəyişdik və həmən etiketin sifarişini xaricdən sifariş yerində. Orada elə bir emboskla, baskı ilə elə bir şey çıxartdıq ki, yəni orijinal qalmışdır qıraqda. Onlarda bir dənə məhsul sifarişim var idi. Müştəri istədiyini də bilmir və həmişə kimi deyir ki, sən et, bir şey fikirləş orada. Dedim, okey, tamam, eləyərəm. Promptlarımı yenə hazırladım. Yazdım məhsulun adını, orada bir şərti işarələr tapdım. Həmən o işarədən o məhsulu hazırladım. Ondan sonra dedim ki, okey, gördüm, yox, okey deyil. Ondan sonra dəyişiklik edə bəlkə də bir 15, həmən məhsulun bir 15 növdə belə deyim, dizayn variantları göstərdi mənə. Və mən orada baxanda dedim, bax, indi gəlsən Ceyhun, bunların arasından seçimini et. Bax, bu mənə çox yararlı idi, ləzzət elədi. Yəni, burada mən yararlandım. Bu hibrid istifadədir. Bu hibrid istifadə çox gözəl bir şey. Mən bir dənə müştəri üçün qablaşdırma hazırlayanda, yəni normalda 2-3 variant heç vaxt etmirəm. Bu mənə əks olan bir şeydir və düşünürəm ki, bir dizayner qablaşdırmada əsasən də 3-4 dənə variant müştəriyə təklif etməməlidir. Bu özünə hörmətsizlikdir. Əlbəttə, loqolarda da elədir. Onsuz da müştəriyə sən seçim verdikcə, müştəri nə istədiyini də yaddan çıxardır. Yaddan da çıxardır, kaprizi də artır. Kaprizi artır. Sən də başlayır əzmə deyək ki, 3-ünü edən, 5-ünü edər, 7-də işdə. Başlayır şey eləməyə, onu elə düzəldək, bunu belə düzəldək. Tək nümunə. Özünə də inam olmalıdır, müştərini də inandırmalısan. Düzgün də təqdim etməlisən o nümunəni. Amma biraz da satış bilmək lazımdır. Xırdaca satış bilmək lazımdır. Psixoloji çox olaraq. Çox az bir insan tanımağı da öyrənmək lazımdır. Hər bir sahədə dizayn var. Dizayn hər bir sahənin əsas elementlərindən biridir. İstəyir bu motorist olsun, yenə də dizayn var orada. İstəyir bu rəngsaz olsun, yenə də orada bir dizayn var. Hamısında var. Yəni, hər bir sahədə istəyir marketinqindən tutmuş dəmir yol xəttlərinə qədər. Dəmir yol xətti deyəndə hər dəfə o Sankt Peterburg dəmir yol xətti yadıma düşür. Barmağa görə belə bir dənə aval yaranıb orada. Yəni, dizayn səhvidir o. Artıq elə bir sistem qurmuşam ki, fərqli belə deyim də saytları istifadə edirəm. Düzdür, ödənişlidir. Eləsi var ki, $200, eləsi var ki, $100, eləsi var $30 və alıram desəm istifadəsi üçün. Çünki mənə çox yararlı olur, lazımlı olur və hər birisinin öz özəlliyi var. Mən bir dənəsini istifadə etdim. Deməli, fikir verdim ki, orada sən dediyin kimi bədən formasını ideal göstərir, sifəti məsələn yayındırır. Mən oradan götürürdüm həmən o vizyonu. Məsələn, elədir. Bir insan vizualı yaratmaq istəsən, Adobe Firefly ilə sifət heç cürə düzgün, perfect sifət halındıra bilmirsən. Dəyişmək də ondan ibarət. Nəyə görə bəs hal-hazırda Azərbaycandakı orta və böyük brendlər yəni bunu eləmir. Çox pis vəziyyətdədir. Yaxşı. Müştərinin inamını da itirir. Olan qalan nüfuzunu da itirir bazarda. Bayağı bir şey çıxır ortaya. Əlində şey daşıyır adam. Belə gedir. Arxa planda deyənə çox güman ki, sözləri də fikir verməyiblər. Prosta mən onu tuturam. Görürəm ki, arxa planda belə gedir. Yəni pingvin kimi gedir adam. Natamam hərəkətlər, məsələn, əl gedib nəsə eləməlidir ki, məsələn, bu bura gələndə, kadr burada kəsilirsə, problem nədir? Detal işləmirlər. Bu kadr burada kəsilirsə əgər, izləyicidə qıcıq yaradır. Bura gəlibsə, bunu tutmalıdır ən azından. İkinci kadrı
bunu qaldırdığını göstərməyə bilərsən, amma əlində göstərməlisən. Amma burada nədir? Əl bura getdi, ikinci kadrda əlində heç nə yoxdur. Var. Mən də görmüşəm elə bir kadrlar, amma bilsən necədir? Burada detal məsələsi var.